narahatdır, çünki Əfqanistandan Avropaya gedən narkotrafikin rəsmən bəyan edildiyi kimi 3/1 Azərbaycan ərazisindən keçir. Və bu böyük bir həcmdir. Təxminən 300 tondan gedir söhbət. 300 tonu cibində keçirə bilməzsən. 300 tonun keçirilməsi üçün gərək böyük həcmdə, böyük adamların himayədarlığı olur. Və bu böyük adamların burada olması artıq Avropada insanlar üçün təhlükədir. Ona görə Avropa narahatdır və bu sualları verir. Mən təəssüf edirəm ki, mən son vaxtlar məcbur olmuşam özüm bir qurban qismində yazılarda çıxış edirəm, yəni hökumətin. Mən jurnalist oldum ki, başqa adamların problemlərindən danışam, amma indi tez-tez müsahibə verməli oluram və son zamanlar xüsusilə işləməyə də imkan vermirlər. Amma yəni lazımdır bunu da eləmək. Məsələ bundadır ki, mən əsasən 3 mesaj verirəm. Mesajlardan biri məhz Mehman bəyin toxunduğu məsələ ilə bağlıdır. Onlar cəmiyyəti aşağılayırlar, deyirlər ki, cəmiyyət hazır deyil. Amma məhz mənim qarşılaşdığım situasiyada hökumətin, iqtidarın mənə qarşı çox əxlaqsızcasına davrandığı bir şəkildə, əxlaqsızcasına təxribat elədiyi şəkildə cəmiyyət hökumətdən daha liberal olduğunu, daha əxlaqlı olduğunu nümayiş etdirir. Və mən cəmiyyətin ən liberal kəsimindən, ən mühafizəkar kəsiminə qədər bütün zümrələrindən dəstək alır. Və bu cəmiyyətin hökumətdən düşüncə, əxlaq və elə məhz liberal dəyərlərə, hörmət kontekstində daha irəlidə olduğunu göstərdi. Və əsas verdiyim mesajlardan biri də budur ki, niyə? Və məndən soruşurlar, niyə cəmiyyət susur? Niyə cəmiyyət Eurovision'la bağlı qələbəyə bu qədər sevilir? Mən izah edirəm. Azərbaycan ölkənin 20% işğal altındadır. Azərbaycan hökuməti hər şeyi uduzur. Müharibəni uduzmuşdur. Torpağın 20%-nə nəzarəti uduzmuşdur. Biz yaxşı bazar iqtisadiyyatına keçid imkanımızı uduzmuşuq. Demokratik islahatlar keçirmək imkanını uduzmuşuq və biz məğlub xalq olaraq sevinməyə ehtiyacımız var. Və budur, hökumət bizə real qələbə əvəzinə, Qarabağda qələbə əvəzinə, demokratik islahatlarda qələbə əvəzinə, Eurovision qələbəsini sığır. Və biz ona görə sevinirik, çünki biz tamarzıyıq, qələbəyə tamarzı xalqdır. Və mən bunu izah edirəm. Mənlə bu barədə danışan beynəlxalq qurumlar və onlar anlayırlar bu məsələ. Və ikinci səbəb də odur ki, niyə xalq susur mövzusunda suala cavab da budur ki, ölkədə 400 mindən artıq qeyri-qanuni tikilmiş ev var. O evlər ona görə tikilib ki, Bakı şəhərinin kadastrı olmayıb və indiyə kimi də yoxdur, onu qəsdən eləmirlər və Bakıya axşam insanlara bazarda legal təkliflər olmayıb. Olan təkliflər qeyri-legal olub. Və adamlar məcbur olublar qeyri-legal evləri almağa. 400 ailə susmağa məcburdur, çünki onlar qeyri-legal evdə yaşayır. 400 min ailə susmağa məcburdur, çünki onlar qeyri-legal evlərdə yaşayırlar. Həkimlər susmağa məcburdurlar, çünki onlar 130 manat maaşı tamarzıdırlar və aldıqları rüşvət onların boğazlarını tıxır. İnsanlar, xırda sahibkarlar, müəllimlər o cümlədən, xırda sahibkarlar gətirirlər malı gömrükdə rəsmiləşdirə bilmirlər. Qeyri-rəsmi malı bundan sonra, misal üçün kağız gətirirsə, ondan kitab istehsal edəcək mətbəə də rəsmiləşdirə bilmir. Onun mətbəənin satdığı topdan satış müəssisəsi də rəsmiləşdirə bilmir. Sonra mağazada rəsmiləşdirə bilmir. Və çoxlu qeyri-legal transaksiyalar yaranır, zənciri yaranır. Və o zəncirdə olan hamısı, və bu da ölkənin yarısından çoxdur, o zəncirdə olanların hamısı susmağa məcburdur. Çünki onlara istənilən vaxt vergi müfəttişi gəlib rüşvət alacaq və ya susmayan vətəndaşdırsa onu tutub basacaqlar. Bax, bu cümlə sistemdir. Mən bu sistemi başa salıram bura gələn insanlara ki, onlar başa düşdülər ki, korrupsiyaya uğramış və korrupsiyaya hədiyyə xalq deyil. Xalq məcburi cinayət iştirakçısına çevrilir, cinayət şərikine çevrilir. Və əsas məsələ,
indi xalqın imicini ağartmaqdır. Çünki hökumət bu xalqın imicini qaraldıb və bizim üçün indi vacib olan bu, xalqımızın imicini ağartmalıyıq. Ondan sonra mən güman edirəm ki, Qarabağla bağlı məsələlər yolda çıxacaq.